Batı Azərbaycan nədən həm 100 il öncə, həm də bugün bu ixtişaşlara məruz qalır? Bunun bir neçə səbəbi var. Birinci olaraq Batı Azərbaycan və Urmu bölgəsi başdan Türk milli kimliyinin yaranış və dövlətçilik tarixinin bünövrəsidir. Urmuda tarixi kimliyimizi və kökümüzü məhv etmək üçün bu bölgə diqqətə alınmaqdadır. İkinci olaraq bu bölgə strateji olaraq Anadolu torpaqlarla ən sıx halda sınıra malikdir və Turanı birləşdirən körpüdür. Bu sınırlar işğal olunarsa Türk dünyasının birliyi və böyüməsinin də varlığının önü alınar. Bu planı bugün başqa bir şəkildə böyük güclər illər öncə Anadolunun doğusunda və Qərbi Azərbaycanda terror vasitəsilə gerçəkləşdirməyə cəhd etmişdirlər. Üçüncü fakt, Qərbi Azərbaycan və Urmu bölgəsinin geosiyasi əhəmiyyətidir. Urmu Azərbaycanın dünyaya açılan qapısıdır. Bu qapı tarix boyu türklərə hər cəhətdən üstünlük vermişdir. Batı və uzaq şərqin keçidi olan Urmu və Batı Azərbaycan, Zəngəzur kimi və Çanaqqala kimi xüsusi geopolitik əhəmiyyətə malikdir. Yuxarıda sadalanan mənfur planlı olaylar bugün tarixi torpaqlarımızda Batı Azərbaycanda və Urmu bölgəsində İran dövləti vasitəsilə millətimizin üzərində təkrarlanmaqdadır. İran Molla rejimi tərəfindən illərdir ki, bölgədə tətiklənən və baş verən terrorlar açıq şəkildə görülməkdədir. Bugün bölgədə qeyri-millətlərin türklərin üzərinə qaldırılması yenidən analoji hadisələrin təkrarlandığını sübut edir. Sadəcə maşa tutan əllər dəyişib, artıq bir çox xarici Batı dövlət parlamentlərində qondarma erməni soyqırımını tanıyanlar və ya onlara dəstək verənlər, eləcə də özlərinə insan haqlarını şüar edib dünyaya haqdan ədalətə meydan oxuyanlar tarixin ən dəhşətli olayından Cilovluq faciəsindən danışmazlar çünki özləri bu qanlı olayların memarı olublar. Təəssüf ki, İnsanlıq və Türk milli kimliyinə qarşı yönəlmiş bu antibəşəri faciəyə, yəni Cilovluq faciəsinə nəinki demokrat Batı dövlətləri, eləcə də həm Quzey Azərbaycandakı dövlətimiz, həm də Türkiyədə rəsmi şəkildə hələlik gərəkən qiymət verilməməkdədir. Biz Güney Azərbaycan Cümhuriyyət Partiyası olaraq dünya millətlərinə və xalqımıza bəyan edirik ki, 106 il öncə Yeni Gün ya Novruz bayramı öncəsindən başladılan Batı Azərbaycandakı Cilovluq faciəsi milli kimliyimizin silinməsinə və yurtlarımızın işğalına hesablanmışdır. O hadisələr və Azərbaycanlılara doğru soyqırım qətliamları və faciələr bizim milli yaddaşımızdan silinməyibdir. O zaman vətənimiz Azərbaycana, millətimizə və Türk milli kimliyinə qarşı düşmən kəsilmiş məlum qüvvələr bugün yenə də həm İran rejiminin, həm də bölgəmizdə maraqları olan imperialist güclərin oyunçusuna çevrilmişlər.